Salamlar, əziz izləyicilər. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümləni də təşkil edən sadə cümlələr bir-biri ilə həm məna cəhətdən, 2, həm intonasiya ilə, 3, həm intonasiya, həm də tabesizlik bağlayıcıları və nəhayət 4, tabesizlik əlaqəsi ilə bağlanır. İlk 3 sadaladığım sizə ayrıldı. Burada çətin gələn tabesizlik əlaqəsinin nə demək olduğudur. Yer gəlmişkən deyim ki, nə qədər ki tabeli mürəkkəb cümlələri keçməmişik, bu tabesizlik əlaqəsi haqqında təsəvvürümüz o qədər də aydın olmayacaq. Tabeli mürəkkəb cümlələrdə tabelik əlaqəsini keçəndən sonra bunu daha aydın başa düşəcək. Yığcam şəkildə nə deyə bilərəm ki, tabesizlik əlaqəsini başa düşəsiniz? Birincisi, cümlələr müstəqil olur. Cümlələrdə demək olar ki, tabeli mürəkkəb cümlənin baş cümləsində olduğu kimi çatışmazlıq hiss olunmur. Məsəl üçün, mən başa düşdüm ki, əli gəlməyəcək. Burada mən başa düşdüyümdə elə bil ki, nəsə çatışmır. Tabesi mürəkkəb cümlələrdə isə belə hal olmur. O tabeli mürəkkəb cümlədir. İkincisi, tabesi mürəkkəb cümləni sadələşdirmək, yəni 2 cümləni sadələşdirib bir cümlə şəklində demək olur. Əksərən. 3. Cümlələrdən birinə sual verməklə o bir cümləni cavab almaq olmur. Hərəlik tabesizlik əlaqəsini müəyyənləşdirmək üçün bu 3 xüsusiyyətdən istifadə edək. Tabesi mürəkkəb cümlələr bağlayıcı ilə işlənəndə buna bağlayıcılı tabesi mürəkkəb cümlələr, bağlayıcı işlənməyəndə isə bağlayıcısız tabesi mürəkkəb cümlələr adlanır. Hər iki cümlə növü dilimizdə geniş şəkildə işlənir. Tabesi mürəkkəb cümlənin tərəfləri arasında 6 məna əlaqəsi var. Zaman, ardıcıllıq, səbəb, nəticə, qarşılaşdırma, aydınlaşdırma və bölüşdürmə. Bugün biz zaman əlaqəsi haqqında danışırıq. Zaman əlaqəsi nədir? Bir şeydə qeyd edim ki, ümumiyyətlə kitablarda, dərsliklərdə bu əlaqələr haqqında məlumat o qədər məhduddur ki, uşaqlar bunları müəyyənləşdirməyə çətin çəkirlər. Digər tərəfdən mənim fikrimcə, bəlkə də təhlilində ən çox mübahisə doğuran cümlələr məhz tabesi mürəkkəb cümlələrdir. Çünki burada bəzən elə cümlələr ortaya çıxır ki, bu məna əlaqəsinin heç birisinə aid eləmək dəqiq mümkün deyil və yaxud ikisinə aid ola bilər. Ona görə də belə cümlələrdə səhv etməyinizdən o qədər də darıxmayın. Burada müəllimlər də səhv edir, hətta alimlər də səhv edir. Eyni cümləni 10 alimə versin, bir hissəsi belə deyəcək, bir hissəsi belə deyəcək. Yəni bu onu göstərir ki, dilimizdə, dilçilimizdə hələ tabesi mürəkkəb cümlələrdə bu əlaqələrin kriteriyaları, hüdudları o qədər də yaxşı və ətraflı işlənməyib. Bir sözdə çətin mövzulardır. Ona görə də mən çalışacağım ki, bu əlaqələr haqqında sizə kömək məqsədi ilə əlavə istiqamətlər verin. Birincisi, baxaq, yağış da yağır, külək də əsir. Burada 2 cümlədir, yağır xəbər, yağış mübtədə, əsirdir xəbər, külək mübtədə. Bunlar bağlayıcı ilə bağlanır. Bu bağlayıcı tabesiz mürəkkəb cümlədir. Nə mən danışdım, nə də o, yenə də bağlayıcıdır. Danışdım xəbər, mən mübtədə, o mübtədə, bəzən xəbər buraxıla bilir. Bağlayıcı zaman
əlaqəsini müəyyənləşdirmək üçün nələrə diqqət etmək lazımdır? Birincisi bilmək lazımdır, zaman əlaqəsində təkrarlanan bağlayıcılar, nədəki, həmdəki, dadə və bağlayıcı işləri. Və bağlayıcısı zamanda da işlənir, arzulıqda da işlənir, səbəb nəticədə işlənir. Ona görə də bu növü fərqləndirmək üçün, əlaqələri fərqləndirmək üçün kifayət etmir. Lakin əgər bu bağlayıcı işlənirsə və yaxud bu bağlayıcıları artıranda cümlənin mənası dəyişmirsə, əlbəttə nəni çıxmaq şərtilə, çünki nəni çıxanda qədər təsdiq edilir. Deməli, tabesini verir. Nə bir qadir gəldi, nə də işçilər görüldülər. Gəldi xəbər, bir qadir müqtada, işçilər müqtada, görüldülər xəbər. Nə də bağlayıcıları var, deməli bu tabesi mürəkkəbdir. Cümlənin zaman əlaqəli tabesi mürəkkəbdir. Biz də sevindik, qonaq da. Sevindik xəbər, biz müqtada, qonaq xəbər buraxılır. Dadə bağlayıcı işlənir, təkrarlanır. Sahədə həm alabotları təmizlənir, həm də tinglərin dibi boşaldılır. Həm də bağlayıcılar işlənir, deməli tabesi mürəkkəb cümlədir. Deməli, birinci bağlayıcılar vasitəsilə, bu üç bağlayıcı vasitəsilə qismən müəyyənləşdirmək olar. İkincisi, ən çox istifadə olunan üsul və təklif olunan üsul cümlələrin yerini dəyişmədir. Yəni, zaman əlaqəli tabesi mürəkkəb cümlələrdə hadisələr eyni zamanda baş verdiyindən bunların yerini dəyişəndə məna dəyişir. Məsələn, kəpənəklər uçur, arılar vızıldaşır, quşlar civildəşir. Yerini dəyişir, quşlar civildəşir, arılar vızıldaşır, kəpənəklər uçurdur. Yəni, cümlələrin yerini dəyişəndə məna dəyişir. Lakin qeyd edim ki, heç də həmişə özünü doğrultmur. Bəzən elə cümlələr olur ki, onun yerini dəyişmək mümkün olmur. Məsələn, belə bir cümlə var. Padişah taxta oturmuşdu, arvadı da yanındaydı, zaman əlaqəsidir. Burada təkcə dağ bağlayıcı bir dəfə işlənir. Yerini dəyişək, arvadı da yanında oturmuşdu, padişah taxta arvad da yanındaydı, padişah taxta oturmuşdu. Cümlə belə bir qədər, necə deyim, naqolay alınır. Demək istədiyim odur ki, bu üsul heç də həmişə səmərə vermir. Bəzən cümlələrdə uyuşmazlıq hiss olunur. Məsələn, deyir ki, müəllim danışır, şagirdlər dinləyirlər. Çevirək, şagirdlər dinləyir, müəllim danışırdır. Əvvəlki mənanı, əvvəlki dəqiqliyi ifadə etmir. Demək istədiyim odur ki, bəzən bunlar xətaya yol vermək olur. Üçüncüsü, C bəndi. Zaman əlaqəli tabesi mürəkkəb cümlələrə xas olan əsas xüsusiyyətlərdən biri də belə cümlələrdə şərikli üzvün, buna müştərək üzvlər deyilir. Şərikli üzvün işlənməsidir. Bu zaman tamamlıq, yer zərfi və zaman zərfilikləri işlənə bilər. Yuxarıdakı cümləyə baxaq. Sahədə həm alabotları təmizlənir, həm də tinglərin deyib boşaldır. Sahədə sözü həm birinci cümləyə aiddir, həm də ikinci cümləyə aiddir. Deməli, burada zərflik, sahədə zərflik hər iki cümləyə aiddir. Birinci cümlədə işlətsə də o ikinci cümləndə əhatə edir. Belə üzvlərə şərikli üzvlər deyilir. Kitabda şəkillər rəngli, izahlar dərin edir. Rəngli xəbər, şəkillər müftada, iyili hissəci ixtisar olunur. Dərin bir xəbər, izahlar müftada. Hər kitab sözü tamamlığı hər iki cümləyə aiddir. Şərikli üzdür. Və yaxud çay daşında su kəndi basır, məhsul məhv olunur. Məhsulun məhv olması da, kəndi basması da çay daşanda baş verir. Deməli, çay daşanda zərifliyi hər iki cümləyə aiddir. Belə üzvlərə şərikli üzvlər deyilir. Ona görə cümləyə
şəriki yüz, xüsusən zaman zərflikləri ən çox artırmaqla, çünki o eyni zamanı göstərəcək. Bu cümlələri bir sənə müəyyənləşdirin. Məsəl üçün deyir ki, yağış da yağdı, külək əsdi. Axşamüstü yağış da yağdı, külək əsdi. Və yaxud səhər yağış da yağdı, külək əsdi. Dünən nə mən danışdım, nə də o danışdı. Yəni, bu cür şəriki üzvlər artırmaqla birinci cümləyə daha çox zaman zərflərindən istifadə edin və məna dəyişmirsə, məna uyğun gəlirsə, deməli zaman əlaqəlidir. Dördüncüsü, qəribə də olsa, zaman əlaqəli tabisi mürəkkəb cümləni baş verən hadisələri şəklini vurur. Yəni, onlar bir fotoya yerləşir. Mən ona görə foto deyirəm. Yəni, gözlə baxanda hər ikisini görmək olur və ya hər ikisini görmək olur. Baxaq, baba danışır, nəvə dinləyir. Şəklini çəkir, baba da düşəcək ora, nəvə də düşəcək ekrana. Və yaxud baxanda babanı da görür, nəvəni də görür. Bağça səliqəli, güllər əfirlidir. Bağçada o, baxır, bağçanın səliqəsi də görünür. Şəklini çəkir, bağçanın səliqəsi düşəcək, bağçanın səliqəsi də düşəcək ora və eləcə də güllər də düşəcək ora. Yəni, bunun şəklini çəkmək, fotoaparatla şəklini çəkmək mümkündür. Fotoya yerləşdirmək mümkündür. Eyni zamanda onları görmək mümkündür. Burada dinamika, hərəkət, proses yoxdur. Durğunluq var. Hava aydın, səma tərtəmiz, günəş hərarətli idi. Baxanda havanı da xüsusən bir şey bilmək lazımdır. Feil xəbərli cümlələrdə zamanı müəyyənləşdirmək asandır. Lakin cümlələr isim xəbərli olanda artıq burada hərəkət yoxdur. Ona görə uşaq zamanı müəyyənləşdirmədə çəkini çəkir. Bunun üçün ən sadə yol, mənim dediyim bu foto üsulundan istifadə etməkdir. Xüsusən bu isim xəbərlər. Hava aydın, səma tərtəmiz, günəş hərarətləridir. Burada heç bir zaman anlayışı yoxdur. Lakin baxanda, şəklini çəkəndə bunların hər ikisini görmək mümkündür və yaxud ekrana düşür. Testlər dostluğun kitab silahlanır. Heç bir zaman mənası yoxdur. Və ona görə də testləri də, kitab da şəklini çəkmək, görmək mümkündürsə, deməli, bu zaman əlaqəsidir. Və nəhayət bir şey də qeyd edir. Zaman əlaqəli tabisi mürəkkəb cümlələr bir növ həmciz xəbərləri xatırladır. Həmciz üzvlərdə olduğu kimi bunların da əksərində şəkilçilər eyni olur. Xüsusən zaman və feili şəkilləri. Baxaq, nə biz gələk, nə də sən. Burada hər ikisi əmr şəklindədir. Mən özüm yorulmuşdum. Həm də uşaqlar çox işləmişlər. Yorulmuşdu, işləmiş dilər. Yəni, bu yaxın yuxarıdakı cümlələr var. Kəpənəklər uçur, vızıldaşır, cıvırdaşır. Bir hissəci isə hamısını ixtisar olur. Deməli, belə cümlələrdə xəbərlər əksərən ya eyni şəkildə olur, ya və yaxud eyni zamanda olur. Bununla da onu müəyyənləşdirir olar. Mən elə ki, mənim dediyim bu xüsusiyyətlər əsasında zaman əlaqəsini az-çox müəyyənləşdirmək mümkündür. Lakin geri gəlmişdən deyim ki, zaman əlaqəsi uşaqlar üçün çətin gələn əlaqələrdən biridir. Bugünlük bu qədər. Mən sizə o qədər də işləmək istəmirəm. Növbəti dərsimizdə isə digər əlaqələr haqqında danışacağım. Əgər videomu bəyənirsinizsə, bəyənmə işarəsini vurun, izləyin. Özə bir şey məsləhət görürüm ki, uşaqlarda belə bir xüsusiyyət var ki, görürsən videonun bir hissəsini izləyir, ötürür. Bunlardan birini ötürdünsə, nəyisə nəzərdən qaçıracaqsan. Videoya baxanda çalışın ki, tam şəkildə baxın və sualınız varsa müraciət edin və kanalıma abunə olun. Sağ olun.